tədbir iştirakçıları, dəyərli həkimlər, tibb işçiləri, vətəndaş cəmiyyəti nümayəndələrini hamınızı salamlayıram. Mən Səadət Bayramova, kistik fibroz xəstələrinin yardım ictimai birliyinin sədri, təsisçi sədriyəm. Həmçinin görmüş olduğumuz bugünkü layihəmiz Nəfəs 360 kistoz fibrozla mübarizədə Birlik Dəstək Ümid Dairəsi layihəsinin həm də layihə rəhbəriyəm. Bugün bu layihəmizlə gəldik Sumqayıta. Əslində, yəqin ki, uzaqdan görmürsünüz, aşağıda qeyd olunubdur. Bizim layihənin hərəkət trayektoriyası Ağstafa, Qazax, Cəlilabad, Sumqayıt və Bakı regionlarıdır. Biz istədik ki, ölkəmizdə nə qədər mümkündür, o qədər bölgələrimizi, regionları gəzək, layihəmizlə maarifləndirmə işləri görək. Ümid edirik ki, buna nail oluruq. Çünki artıq qərb bölgəsində mərkəz seçdiyimiz Ağstafada təlimimizi keçirmişik. Cəlilabad regionunu, Cəlilabadda cənub regionu olaraq Cəlilabadda keçirmişik. Bugün isə Sumqayıta gəldik. Ümid edirəm bugünkü təlimimiz hər birimiz üçün faydalı olacaq. Fərqindəlik yarada biləcəyik, maarifləndirmə işlərini məqsədimizə doğru apara biləcəyik və bugün hər kəs buradan gedərkən, təlim bitdiyində özü ilə bilgi, marifillik götürüb gedə biləcək və bundan sonra bu tədbirdə iştirak edən hər biriniz bizim demək olar ki, nümayəndəmiz və belə deyək, səfirlərimizsiniz. Çünki kistoz fibrozun aşkarlanmasında, diagnostikasında, o xəstələrinin müalicəyə əl çatanlığında düşünürəm ki, hər birimiz yaxından iştirak edəcəyik. Bu layihə haqqında bu qədər məlumat vermək istədim. İndi isə gəlin tədbirimizi açıq edək və Azərbaycanın suverenliyi, torpaq bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla qeyd edək. İndi isə Azərbaycanımızın dövlət himnini səsləndirəcək hər kəsi dinləməyə və saygı duruşuna dəvət edirəm. Qeyd edeyim ki, himn eşitmə və nitq məsuliyyətli uşaqların, gənclərin ifasında səsləndirilir. Tədbir iştirakçılarımız. İndi isə kiçik bir təqdimat edəcəm, əslində belə kiçik də deyil. Mikrofon yoxdur, ümid edirəm səsim çatır hər kəsə. Yaxşı. Bir təqdimat edəcəm. Bu təqdimat nədir? Kistik fibroz xəstələrinin yardım ictimai birliyinin bugünkü layihəsi
əvvəlki layihəsi və ümumiyyətlə bu il 10 illiyimiz olur ki, biz fəaliyyət göstəririk. Bu 10 il ərzində nə işlər görmüşük, bunları xırdalıqlara varmadan daha böyük işləri sizlərə təqdim etməyi, biraz hesabat verməyi özümə borc bilirəm. Bugünkü tədbirimiz, təlimimiz dediyim kimi, layihə Nəfəs 360 Kistozfibrozla mübarizədə birlik dəstək ümid dairəsi layihəsi çərçivəsində təlimimizdir. Bu təlim, bu layihə ümumiyyətlə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Buradan dövlətimə, hər zaman deyirəm, sonra Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə böyük təşəkkürlərimi bildirirəm. Çünki fikir verin, 10 ildir bizim təşkilatımız fəaliyyət göstərir. Çox böyük işlər görmüşük deməyəcəm, amma bir çox işlər görmüşük. Bunların hamısı demək olar ki, sponsor hesabına və yaxud da öz hesabımıza və ciddi cəhdlə dostlarımızdan istifadə edərək, tanışlarımızdan istifadə edərək biz bu işləri həyata keçirə bilmişik. Amma bu sadəcə Bakını əhatə edirdi, bizim keçirdiyimiz tədbirlər, maarifləndirmə tədbirləri. Amma hər zaman istəyirdik ki, biz bölgələrə, regionlarımıza ayaq açaq. Çünki oralarda maariflənməyə, dəstəyə, pasiyent ailələrinə dəstəyə böyük ehtiyac var. Çünki aşkarlanma əslində çox zəifdir. Bizim hesablamalarımıza görə əslində ölkəmizdə hazırda 3000-ə qədər xəstə olmalıdır. 5 aşağı, 5 yuxarı. Lakin gəlin görək, xəstə sayımız hazırda çox azdır, çox zəifdir. Amma bu belə olmalı deyildi. Çünki mən şəxsən öz zəhmətimizə biraz yanıram. Niyə? Çünki 10 il ərzində çox xəstə qeydiyyata alınmalı, aşkarlanmalı və onlar sağlam şəkildə yaşaya bilərdilər və biz onlara birbaşa dəstək ola bilərdik. Amma gördüyünüz kimi aşkarlanma çox zəifdir. Ona görə bu bizim üçün, xəstələr üçün, aşkarlanma üçün böyük bir şansdır ki, biz regionlara gedə bilirik. Regionları birləşdiririk, bir mərkəz halında orada tədbirlər keçirə bilirik. Bayaqları qeyd elədim. Ağstabada keçdik, qərb bölgəsi olaraq, cənub bölgəsi olaraq Cəlilabadda keçdik. İndi bu regionu əhatə edən Sumqayıta gəldik. Son tədbirimiz, yekun tədbirimiz isə Bakı şəhərində olacaq. Bizim təşkilatımız demək 2017-ci ilin sonlarında təsis olundu. Amma bu hardasa düşdü 2018-ci ilin əvvəllərinə. 2018-in əvvəlində biz çox həyəcanlıydıq. Və onların halını görürdük. Çünki biz eyni şey yaşayırdıq. Bizim uşaqlarımız boğulurdular. Boğularaq həyatlarını itirirdilər. Və bunları görərək boş dayanmaq olardımı? Təbii ki, çətindir. Və buna görə də biz çox həyəcanlı, çox can-fəşanlıqla bu işləri tez görmək istəyirdik. Yenicə yaradılan kimi elə biz 2018-ci ilin 12 martında çox gözəl bir, möhtəşəm bir konferans keçirdik. Hansı ki 350-dən çox həkim toplaşmışdı konferansa, çox dəyərli bir konferans idi. Bu konferans kistozfibrozun adı çəkilən, ümumiyyətlə onun haqqında danışılan, maarifləndirmə işini görən ilk tədbir idi. Azərbaycanda ilk tədbir idi. Bunun şərəfinə, bu konferansın şərəfinə o gün bugündür ki, 12 Mart ölkəmizdə kistozfibroz günü kimi qeyd olunur. Təbii ki, bizim təşkilat tərəfindən qeyd olunur, amma bunu getdikcə genişləndiririk, daha çox insan kütləsinə çatdırmaq istəyirik ki, bizim ölkəmizdə kistozfibrozun artıq günü də var. Çünki digər ölkələrdə vardı, bizim də onlara biraz paxıllığımız vardı, artıq ölkəmizdə də bizim günümüz var. Sonra kistozfibroz digər 5 nadir genetik xəstəliklə bərabər skrininqə, davan testinə daxil olmuşdur. Tərəf görmürəm artıq. Kistozfibrozun artımının qarşısı alına bilərmi? Mən bunun üzərində hər zaman çox dururam, istər konferanslar, istər təlimlərdə. Əsas budur. Kistozfibrozun necəsə qarşısını almalıyıq artımının. Bu necə alına bilirlər? Amillər nədir? Maarifləndirmə. Biz rayonlara dediyim kimi hələ ki 2 bölgəyə, 2 rayona getmişik. Maarifləndirmə kistozfibroz sayəsində deyim ki 0-dır. Biz bu maariflənməni artdıqca çox bir şeyə nail olacağıq. Kistozfibroz multidisiplinar bir xəstəlikdir. O multidisiplinar yanaşmanı da tələb edir. Bu multidisiplinar yanaşma haqqında bizim hörmətli doktorumuz Mətənət xanım yəqin ki məlumat verəcəkdir. Burada Ağstabada qeyd etdim. Deməli, iyul ayının 24-də biz Ağstabada çox gözəl bir təlim keçirdik.
O qədər diqqətli dinləyirlər, o qədər maraqlıydılar. Hətta tələb etdilər ki, siz gedəndə Bakıdakı insanlara, yoldaşlarımıza, həmkarlarımıza deyin ki, gəlsinlər, burada təlimlər keçsinlər. Bizə maraqlıdır. Hətta müəllimlər dedilər ki, bizim siniflərimizdə belə xəstə uşaqlar olur. Amma biz o xəstəliyin adını desələr də biz bilmirik o nədir və ona yanaşmanı bilmirik. O xəstənin əlilliyi var, sağlamlıq imkanı məhdud uşaqdır və yaxud da əlilliyi olandır. Biz onlara yanaşmanı bilmirik. O xəstəlik nədir? Necə edək? Onların bir hərəkəti olur, bir problemi olur, uşaqlar ona gülə bilirlər. Yəni, burada maariflənmə, əməlli başlı aparılmalıdır və hər kəs bundan xəbərdar olmalıdır. Bütün bunların diaqnostika dedik, ictimaiyyətin maariflənməsini dedik, tibb personalının yanaşmasına maariflənməsini dedik. Sonra xəstə üçün nə biz əldə edəcək? Stigmanı azaldacaq. Ümumiyyətlə, kistoz fibroz xəstəliyi nədir? Varmı elə aramızda insanlar kim eşitməyib? İndi tibb işçiləri mən başa düşürəm buradalar. Kim eşitməyib o xəstəliyi haqqında? Siz bilmirdiniz, siz də deyəsən bilmirdiniz ki, məlumatınız yoxdur. Ona görə düşünürəm, faydalı olar sizə. Kistoz fibroz xəstəliyi nədir? O haqda danışacaq. Onların əlamətlərini sadalayacaq. Və bugün çox gözəl bir yeni yanaşmalar var, yeni doğulmuşların skriningi. Düzdürmü? Düşünürəm tibb işçiləri də təsdiqləyir ki, bu çox gözəl bir iqlam oldu bizim üçün. Neçə illərdir, nə qədər əqli geriliyi uşaqlar məhz hipotireozdan gəlirdi və fenilketonuriyadan və s. Düzdürmü? Ona görə bu xəstəliklərlə bağlı vaxtında aşkarlanma, vaxtında doğru bir müdaxilə etmək tövsiyəsi olaraq bizim yeni doğulmuşların skriningi var və hansı yenilikləri də biz onun danışacağını görürük. Ancaq global miqyasda çox geniş yayılan bir təhlükəli xəstəlikdir. Həm xəstələnmə, həm ölümlər nəticələri xəstəlik. İndi onu qeyd edəcəm. Elkin doktorda həmişə olur. Rəsmi qeydiyyat yoxdur. Ancaq mən sizə bir göstəriciləri göstərəcəm. Yeni doğulmuşlarda skrining. Məsələn, mart ayında olunan skriningdə neçə nəfərdə kistoz fibroz aşkar olunur. Bu da bir rəqəmdir. Ondan əvvəlki, indi məndə o ümumi məlumat olmadığı üçün, mən sizə təxmini necə? 85. 18-i bizim təşkilat yaranandan sonra bu işlər başladı getməyə və biz qeydiyyat apardıq. Dövlət orqanı deyilik, biz bunların qeydiyyatını aparmağa başladıq. İndi 85 uşağımız var. Bəs əlillik dərəcəsi neçənci dərəcə? Yəqin ki, bu dəyişir. Orqanizm üzərilməsi görə. Bir olan var, 2-3 olan var. Doğrudan, doktor çox doğru deyir. Biz artıq beynəlxalq diaqnoza hansı təsdiqatla qoyuruq? Beynəlxalq xəstəliklər testləri və orada əvvəl yox idi. Əvvəl onu yeni almamışdı. Bizim təşkilat yaranandan sonra biz müraciət elədik Səhiyyə Nazirliyə, ondan sonra həmən təsdiqatı salındı. İndi biz demək, bütün bu işlərin hamısını o bir əldə, iki əldə 10 qarpız tutduq. Diaqnostikasını gətirdikmi təxtistirib. Maarifləndirməni apardıq. Mərkəzi bayaq dedim, niyə yaratdıq? Nə üçün mənim nəyim ola bu mərkəzi mən yaratmalı deyiləm. Amma onu da yaratdıq. Niyə? Bir yerdə olsunlar, nəzarət olsun və dərman müalicəsini gətirdik. Sistematik gündəlik müalicədə istifadə olunur. Çox gözəl, orijinal dərmanlar. Baxın, Rusiyası olsun, digər postsovet ölkələr olsun, hamısında generiklər verilir. Bizim ölkədə orijinal dərmanlar verilir. Məsəl üçün, pulmazin verilmir, tigeraza verilir Rusiyada və digərləri. Kriyon verilmir, mikrazin bilməm nəsə verilir orada. Yəni, orijinal bu dəqiqə Rusiyadan bizə 4-5 ailə gəlir. Çünki orijinal dərmanlar çox şükür bu dəqiqə bizdə verilir. Özdə ən bahalı. Məsəl üçün, Türkiyədə tobramitsin var, Türkiyənin öz tobramitini var. Amma bizdə Brantop alıb verir dövlət. Bu, İtaliyanın Casey firmasındır. Adi tobramisindən 5 dəfə güclüdür, təsirlidir. Yəni, müalicəmiz həqiqətən əladır bu dəqiqə demək olar. Amma modulator müalicəsini bəlkə bizim paylaşımlarımızda mən yazanda çox görürsünüz. O modulator müalicəni də istəyirik. O da gəlsin. O, gen səviyyəsində olan yaşamaq deməkdir. O modulatoru, immunomodulatoru qəbul edən, məsələn, Tirkafda, onu qəbul edən xəstə deyilmiş. Bizim kimi, sağlam birisi kimi yaşayır. O zaman bu elə xəstəlikdir ki, ömrünün, həyatının ilk günlərində, ilk aylarında özünü göstərə bilir. Amma yenə də deyim, burada mutasiyadan asıldır. 3 cürə mutasiyalar 3 qrupa bölünür.
yüngül mutasiya var, orta ağırlıqlı var və çox ağır var. Elə mutasiyalar var ki, o xəstə ilə yaşayan adam heç ömrünün axırına qədər belki də bilmir ki, orada kistoz fibroz var. Çünki çox yüngüldür, ağırlaşması olur. Söhbət nədən gedir? Elə sizin sualınızda. Elə vəziyyət olur ki, diaqnoz qoyulmur. Ancaq insan, uşaq ya da ailə daşıyıcı var orada, biz deyirik. Və diagnostika vaxtında qoyulmadan, deməli o yayılma rəqəminə də təsir edir. Biz düşünürük 10 mindir məsələn. Amma o diagnostikada gedir. Gecikmiş diagnostikada. Ona görə doğru şəkildə rəsmi qeydiyyat olmalıdır. Çox istəyərdim ki, Türkdə də bu artıq öz yerini tapsın. Zaten hesabat yazılırlar, bir sürü həkimlər. O doğru bir şəkildə toplansın və ölkə üzrə o hesabat doğru şəkildə statistika edir. Buyurun. Əlamətləri nədir? İndi onu qeyd edin. Baxın, söhbət nədən gedir? Biraz tarixə baxaq, biraz. Deməli, Avropa folklorunda belə bir məlumata rast gəlinir ki, uşaqları öpəndə alnından, onların alnından duz dadı verir. Və bu uşaqlar lənətlənmişdir. Onlar mütləq ölməlidir. Belə bir məlumat gəlir. Bu, artıq tarixi bir məsələlər keçmişlər. Sonra artıq başa düşdülər ki, 38-ci ildə Amerikalı patoloqa anatın pis qidalanmadan dünyasını dəyişən uşağın bədəni yanında, o artıq görür ki, mədə altı vəzi qatı siliklə doludur. Belə kistoz, fibroz kimi onun belə gözünə gəlir və o ad da elə oradan gəlir, mukoviscidoz. Yəni hüceyrə qatı siliklə doludur, belə bu görüntünü görür. Ancaq sonradan ilk dəfə, artıq sonra müasir tibbdə, ilk dəfə deyəsən 48-ci ildə artıq bu haqda danışmağa başladılar, fondlar yaradıldı, sonra gen müəyyən olundu, zulal tapıldı. Artıq başa düşürük ki, hansısa ya xəstənin ailələri, ya da tibbi araşdırmalar çox inkişaf etmiş ölkələrdə buna rast gəlinir və düşünürlər ki, bu nədir belə və araşdırmalar başlanmışdır, tədqiqatlar başlanmışdır və görürlər ki, bu gen bir xəstəlikdir və o genin də tapılması bir inqilab oldu tibbdə. Və sonra artıq 89-cu ildə o TR geni kəşf olundu. Yəni, qeyd etdiyim kimi, gensiz həyat yoxdur. Ancaq gendəki genlər nə edir? Bizim nəslin məlumatları toplayır, daşıyır və ötürür, düzdürmü? Ancaq sən deyək, genlər zulanın biosintezin idarə etməsində çox böyük rol oynuyor. Ona görə hüceyrə daxilində nə baş verirsə, o bioloji zulanın biosintez prosesi, məhz genlər cavab verir. İndi siz görəcəksiniz, hansı gen məhz kistoz fibroza aid olan bir məsələdir. Ancaq sonradan fondlar yaradıldı. Kistoz fibrozla bağlı bir çox ölkələrdə fond yaradıldı ki, bu insanlara dəstək olsun. İstir dərmanlar olmasında, istir sosial məsələlərdə, diagnostikalarda. Dünyada bu işlər çox geniş həyata keçirildi və bizim ölkədə də 17-ci ildə kistoz fibroz ictimai birlik yaradılmışdır. Artıq onun fəaliyyəti haqqında geniş gördünüz. Bu da təsnifatdır. Burada Y84 nömrə altında kistoz fibroz elə də yazılır. Baxın, sadəcə bilmirəm. Bu normadır. Ancaq bu, baxın, bax burada bütün o transmembran, genda olan transmembran dəyişikliklər pozulur və xlorid hüceyrədə olur. Ona görə də bu sevil qatılaşır. Ağciyər kistoz fibrozla biz danışdıq. Baxın, burada tıxanma baş verir. Ağciyər tənəffüs yollarında, bronxlarda, bronxiolalarda. Orada isə mədə altı vəzin protoklarında. Əsas metodlar qeyd etdiyim kimi yeni doğulmuşların skriningi, tər testi və genetik testlərdə aparılır. Biraz hündürdən deyilsə, Sadir xanım eşitsin. Diagnostikada tək tər testi deyil, pankreatik elastazanın da yoxlanması şərtdir. Çünki orada da o hüceyrə daxilində proseslər gedə bilər. Yeni doğulmuşların skriningləri, yəni yeni doğulmuş olandan uşağa skrining aparılır. Mən düşünürəm, bu çox gözəl bir qeyd etdiyim kimi ölkə üçün yaxşı bir işdir. 5 xəstəliyə görə, genetik xəstəliyə görə fenilketonuriya, anadan gəlmə hipotireoz, kistoz fibroz, galaktozemiya və böyrək üstü vəzi anadan gəlmə adrenogenital sindrom.
Azərbaycanda neçənci ildən başlanır? 2021-22-ci ildən başlanılır. Təəssüf ki, bax, burada mən 26-cı ilin martına qədər olan skrining nəticələrində baxın, 5 nəfər kistoz fibroz artıq təsdiq olunmuşdur. Sonradan bəzi hallarda nə deyirlər? Ana hamilə qadın doğum evinə gəlir, bir ultimatum, mesaj göndərir tibb işçisinə ki, heç bir peyvənd vurmayasan, heç bir iğnə vurmayasan. Eşitmişsiniz belə bir şey? Bu onun seçimidir, düzdürmü? Və siz onunla mübarizə edirsiniz bu məsələ ilə. Olmamalıdır belə. Ancaq skrininqə onun ixtiyarı yoxdur. Çünki bu, mən deyərdim, siyasi bir şeydir. Ölkənin göstəriciləridir. Nə dərəcədə genetik xəstəliklər ölkədə yayılır və artıq bu bir vacib olan testi, yəni skrininqdir. Tər testi 29 milimol litrdən az və ya ona bərabər olanda olmaq ehtimalını düşünmür. Ondan çox artıq biz narahat olmalıyıq ki, burada kistoz fibroz var. Peyvəndlərlə bağlı nə deyə bilərsiniz? Vurmaq olarmı peyvənd? Tamamilə doğrudur, vurulmalıdır və daha vaxtında və s. onu siz yaxşı bilirsiniz. Ancaq burada qrip peyvəndindən danışılır. Qrip, çünki onlar çox həssasdırlar infeksiyaya, viruslara. Bu olmasın deyə onlar qrip əleyhinə peyvəndlərlə vurulmalıdır. Müalicəsi prinsipləri nədir? Aydın məsələdir. Çox gözəl ki, ülkəmiz artıq bu dərmanları çatdırır, xəstələrə verir. Ancaq məqsəd odur ki, həyatın sağlam o həyat keyfiyyəti yaxşılaşdırmaq, uzun ömürlülüyü, yəni onlar üçün o şəraiti yaratmaq. Və biz deyə bilmərik ki, heç kimdən bu məndən baş verməyəcək. Heç kim sığortalanmır. Ona görə o doğru bugün biz sizinlə o yeni yanaşmaları danışanda xəstələrə başqa yanaşma olmalıdır. Tək tibbi yox, multisektoral yanaşma, multidisiplinar yanaşma. Və söhbət ondan getmir ki, siz tibb işçisi olaraq ancaq bunu edirsiniz. Bunu edirsiniz, maarifləndirirsiniz, yönəldirsiniz, çox gözəl aşkarlayırsınız. Ancaq sizin məlumatınız olmalıdır ki, sizin sahənizdə kistoz fibroz, yəni başqa bir xəstəliklə, xroniki xəstəliklə olan uşaq, ailə varsa, onlar haqqında məlumatlı olmalısınız. Onlar nə edir? Hansı xidmətlərə əl çatandır onlar üçün? Nə edirlər onların ailələri ilə? Bu haqda məlumatınız olmalıdır. Çünki həkim o ailənin dostudur artıq. Bugün belə yanaşmayı istifadə edir. Müalicə prinsiplər nələr olmalıdır? Biz nə başa düşürük burada? Təmizlənmə olmalıdır. Rahat nəfəs alma şəraiti yaradılmalıdır. Mukolytiklər təmin olmalıdır. Antibiotiklər o lazımdır burada. Əlbəttə, infeksiyalar var burada. Başqa nə? Fermentlər, vitaminlər, pəhriz terapiyası. İndi siz bir skema görəcəksiniz, tək pediatrdan söhbət getmir, tək genetikdən söhbət getmir. Burada multisektoral hər bir ixtisaslı mütəxəssisin orada yeri var. Genetik bir tərəfdən, pulmonolog digər tərəfdən, gastroenterolog hamısı bir yerdə və mən çox sevinirəm. Bax, bu kitab, indi çox təəssüf ki, Səadət xanım, necə eləyir bu kitabdan çox dərc edəsiniz. Super formatı var bu kitabın. Həm gastroenteroloji, həm diyeta, həm müəllim Səadət xanım, yox, rəhbər kimi gedir, layihə rəhbəri. Burada həkimlər, bizim Azərbaycan həkimləri. Çox gözəl formatda və lazımlı olan. Ancaq PDF formatını belə paylaşmaq bilmirəm, ona olmaz. Bunlar ilk simptomlarıdır. Sonraki irəliyən zamanlarda dediyim kimi dəriləri ağ və zərif olduğu üçün bu uşaqların dəriləri yara olur. Ən çox yayda, bütün yayda bu pasiyentlər şikayətçi olur valideynlər. Uşağının dərisi duzludur və dərisi səpir, yaraya çevrilir, mən nə edə bilərəm? Bu problemləri çox güclü şəkildə yaşayırlar. Bu yeni doğan zamanındadır. Sonraki dövrlərdə isə bu uşaqları biz daima çalışırıq ki, maarifləndirək valideyni. Onlar çox, heç olmasa bir immunitet yığana kimi, bəlli bir 6-7 yaşa kimi çox insanlarla ünsiyyətdə olmasınlar, kütlə olan yerlərə daxil olmasınlar. Çünki dediyim kimi, onlar digər şəxslərdən yoluxa bilirlər. Xəstəxana daxili və yaxud da digər insanlardan
yoluxa bilirlər. Hətta özlərində olan mikrob digər insanlardan təkrar çarpaz yolla bunlar təkrarı yoluxmalara yoluxa bilirlər deyim infeksiyalara. Bunlar sonra nəyə görə ağciyər alevlənməsindən biz itiririk çox zaman. Kistoz fibrozlu xəstələrə baxsanız ölüm tarixçələrinə əksəriyyəti ağciyər yetirməzliyindən dünyasını dəyişmişdir. Niyə? Çünki təbii ki, burada bunu həkimlər üçün demirəm, əfrinizə sığınıram. Digər şəxslər də var burada. Onlar üçün bunu izah edirəm. Bizim ağzımızın seliyi, burnumuzun ifrazatı olduğu kimi ağciyərimizin, ümumiyyətlə daxili orqanlarımızın hamısının ifrazatı var, seliyi var, mukozası var və bu orqanların hamısının kanalı var. Normalda bu selik axıb getməlidir və o orqanı ölmüş eklərdən və s. təmizləməlidir. Amma burada necə olur? Bu kistoz fibrozluların həmən bu normal olan seliyi çox qatı olur. Həmən bu xəstəliyin xarakteristikasından dolayı qatı olur. Çünki su o membran zülalın daxilinə keçə bilmir, onun səthinə çıxır və onu durulda bilmir. Əsas budur mexanizm. Bu səbəbdən bunların bəlğəmi həmən o selik çox qatı olur. Axmalı olduğu yerdə axa bilmir. Və başlayır getdikcə, yedikcə bu insan, amma bunlar sağlam gəlir dünyaya belə baxanda, orqanlarım sağlam. Sadəcə həyat yaşadıqca, su qəbul etdikcə, qida qəbul etdikcə, yaşamağa başladıqca bu orqanlar başlayır tutulmağa. Çünki bu axmalı olan axıb getmir və o kanalları tutmağa başlayır. Kanallar tutulanda nə olur? Hər hansı bir infeksiya biz yoluxmuruq, digər insanlar yoluxur. Hamımızda var o stafilokokdur və s. Bu mikroblar bizim hamımızda var. Amma bizə təsir edir mi? Etmir. Niyə? Çünki bizdən axır gedir. Biz onu ata bilirik. Bunlarda isə bəlğəm ağciyərin kanallarını, alveolalarını tutduğu üçün orada mümbit şərait yaranır. Nə üçün? O mikrobun orada əylənməsi üçün, yerləşib inkişaf etməsi üçün, bütün ağciyərini ağzına alır rəsmən. Ən qorxulu bakteriyalar var. Məsəl üçün aspergillosdur, ondan sonra pseudomonas aeruginosadır. Bunlar akromobakterdir. Bunlar ən təhlükəli bakteriyalarımızdır. Sonra stafilokokkur. Bunlar da təhlükəlidir, amma bir dərəcəyə qədər çox da təhlükəli deyildir. Bu səbəbdən ağciyər kistoz fibrozda ən çox da hər yerdə ağciyər qabağı görsənir. Bu, ağciyər tərəfdən bu. Amma tək ağciyərdir, yox. Qaraciyərdə, mədə-altı vəzdə burada təsirlənir. Kistoz fibrozlular həyatlarının ikinci 10 illiyində çox zaman şəkər xəstəliklərdə meydana gəlir. İkinci patologiyada gördünüz mü? Nəyin nəticəsində? Orqan tutulmasının nəticəsində. Pankreas başlayır, bayaq dediyim mukoza ki, tutur kanalları və fəaliyyət göstərə bilmir, normal fəaliyyət göstərə bilmir. Buna görə artıq burada ikinci bir diabet yaranmağa başlayır. Eləcə də qaraciyərdə böyümə, rəng dəyişikliyi və bu sirroza qədər aparıb çıxardır. Ağciyər dedim, alevlənməsi, dalaq böyüməsi, sonra cinsiyyət orqanlarının xəstəliyi, kişi sonsuzluğun ən çox səbəblərindən qeyd edeyim ki, biri kistoz fibrozdur. Baxın, bu cürə problemlər bunlar. Yəni, baxın, kistoz fibroz hər zaman çıxışım nəmədə deyil, bütün orqanizmin xəstəliyidir. Yəni, burada bir tək qan yaradıcı orqandan, bir tək ağciyərdən, bir tək qaraciyərdən danışmaq olmaz. Baxın, nə qədər multidisiplinar bir xəstəlikdir dedik. Bütün orqanın, bütün bədənin, orqanizmin, bütün daxil orqanın, hüceyrənin xəstəliyi. Yəni, bu xəstəlik hər yerdə var. Hardasında yoxdur desəniz, buna deyəcəm, hər yerdə var. Yəni, bu belə bir xəstəlikdir. Ona görə də bu xəstəliyə çox diqqət lazımdır və onlara diqqət olduqda nə olur? Biraz müalicəsinə baxsaq, normal yaşaya bilirlər, mən sizə deyim. Kilolarını normal aldısa da, kilosunu və infeksiyalardan qorundusa da, düzgün müalicəsini aldısa da, evdə də ailə yaxşı maariflidirsə və o ailədə o uşağa xor baxılmırsa da, ailənin ikinci növ qohumları var, ailənin digər qohumlar, qonşular var, bunlar müdaxilə etməksə, o ana uşağa baxacaq. Və o uşaq sağlam şəkildə həyatını davam edə biləcək. Biz də daima bu maarifləndirməni aparırıq. Mən sizə deyim, tək tibbi tərəfdən deyil bizim apardığımız maarifləndirmə, həm də sosial tərəfdən. Çünki mənim hamısı cavan analarımdır. Əksəriyyətinə təsir olunur, ailədə, onların xəstə şokda olmuşsan və s. və s. Nədir bu qədər dərmən içir, nədir bu duz yiyir, bu osteoporoz olacaq, belə çox müdaxilələr olur, amma olmamalıdır. Çünki ortada bir
xəstəlik var və o xəstəliyə hamımızın münasibətimiz pozitiv olmalıdır. Negativ yanaşsa zaten o ananın çəkdiyi var. Bir də ikinci, digər insanların çəkdiyi o anaya negativ təsir etməməlidir. Tam tərsinə biz o anaya çalışıb maksimum dərəcədə kömək etməliyik ki, onun baxdığı bir çətin bir uşaq var. Onu yaşatmalıdır və yaşamalıdır və biz ona pozitiv təsir etməliyik ki, o bunu edə bilsin və travmalar almasın, depressiya düşməsin. Bu qədər. Sualınız varmı? Testimlərdə necələr həssaslıdır? Nə gələcək doğrudur. Həssasdır nə deməkdir? Standartdır. Məsələn, hər zaman Yox, yanılmaq şeyləri xüsusi aparatdır, belə saat kimi biləyə bağlandır və orada tər toplayır. Sonra o tərdə xlor iyonlarını, odur. Xlor iyonlarını o ölçür. Orqanizmdən nə qədər xlor itirir, yəni mineral itirir, ona görə onun səviyyəsində xlor iyonlarının miqdarı 40-dan yuxarıdırsa şübhədir, 60-dan yuxarıdırsa artıq göstərişdir. İkinci, həm də 2 dəfə olunur. Bir tər testi bir uşağa bir dəfə olmaqla kifayət olunur. 2 dəfə olunur tər testi. İkinci dəfədə də o yüksək göstərici varsa, o zaman artıq genetik testə göstərişdir.